buradakı hadisələr biz görürük ki, hicri təqvimi ilə desək 1263-cü ildə Novruz bayramından bir gün sonra baş verir və Novruz bayramına Azərbaycan xalqının necə məxsusi olaraq hazırlaşdığını hamımız bilirik. Bu deməkdir ki, çox möhtəşəm bir süfrə hazırlanmışdı Hatəm xan ağanın evində, Qarabağ vilayətində. Nəyə görə? Çünki Monsieur Jordan eyni zamanda ora gəlmişdi. Monsieur Jordan kim idi? Alim idi, nəbatat alimi idi, yəni bitkiləri öyrənən bir alim idi və hətta görürük ki, o Qarabağın bitkilərini gəlir görür və necə bəyənir ki, burada sizdə nə qədər gözəl adını bilmədiyim bitkilər var. Və Monsieur Jordan belə güman olunur ki, ədəbiyyatımızda həqiqətən də prototipi olan bir obrazdır. Yəni prototipi olan bir obraz o deməkdir ki, həyatda kiminsə obrazıdır və o vaxtsa Qafqaziyaya təşrif buyuran, əslində fransız alimi olan, nəbatat alimi olan Alexis Jordan'ın prototipi olduğu düşünülür. Təbii ki, dəqiq bilinmir. Amma bu cür belə bir güman var. Monsieur Jordan burada əslində müasirliyi, elmi, savadı özündə xarakterizə eləyir və Şahbaz bəy də eynən onun kimidir. Çox dil öyrənmək istəyir, çox dil bilmək istəyir və bununla insanın ucaldığını düşünür, məclisdə hörmət, izzət sahibi olduğunu düşünür və çox düzdə düşünür. Və Monsieur Jordan burada əslində Şahbaz bəyi sırf özü ilə aparmağa görə gəlmir. Amma bəzi versiyalarda biz bunu görürük ki, o Şahbaz bəyi sırf özü ilə aparmağa görə gəlir. Xeyr, bitkiləri öyrənmək üçün gəlir. Alim idi, Qarabağa təşrif buyurmuşdu. Hatəm xan ağa da onu evinə dəvət eləmişdi qonaq kimi. Və eyni zamanda da o burada Şahbaz bəyi görür və nə qədər onun irəliyə can atan bir gənc olduğunu görür və düşünür ki, hə, mən sənə yardım eləyə bilərəm. Həm də sənə kraldan bəxşiş alaram. Çünki burada mənə elədiyiniz yaxşılıqlara görə mən orada bunun əvəzinə bu qaydada çıxaram. Həm də fransız dilini öyrənərsən. O da çox sevinir buna görə, əlbəttə ki. Çünki o daim oxuyaraq irəliyə can atan bir insan idi. Eyni zamanda o görürük ki, öz əmisi qızı Hatəm xan ağanın qızı ilə nişanlı olur burada və o qız onu qətiyyən başa düşmür, şərəfnisi obrazı olur və qətiyyən başa düşmür çünki o düşünür ki, ora getsə fransız xanımlarına baxacaq və s. və bunu çox yanlış anladığına görə çox ağlayır, pis olur və bacısı da onun pis olmasına anasına bildirir ki, bacım ağlayır, anasına deyir ki, mən bu niyyətlə ağlayıram buna görə və anası deyir ki, biz nə etməliyik? Biz elə eləməliyik ki, Şahbaz Parisə getməsin. Şahbaz Parisə necə getmir? Şahbaz Parisə çox gülməli səslənsə də Xampəri obrazı var. Xampəri obrazı onların köməkçiləri, yardımcı bir xanım obrazıdır. Və o deyir ki, belə bir qonşu kənddə biri var və bizə ancaq kömək eləsə, o kömək eləyə biləcək. Bəs bu kimdir? Bu Məstəli Şahdır. Məstəli Şah kimdir? Cadugərdir. Və o elə eləyəcək ki, heç nə olmayacaq da. Yəni Şahbaz sənin yanında qalacaq, burada qalacaq.